Ramazan ayının gözəlliklərindən biri budur ki, hər an insan ibadət halındadır. Heç bir ibadət Ramazan ayı qədər uzun deyil, Ramazan orucu qədər. Yəni namaz bitir, bir əməl edirik, o bitir. Amma yəni hər an, hər dəqiqə Allah rızası üçün oruc halında olan adam hər an ibadət halındadır. Hər an, heç nə eləməsin. Yəni günün bütün saatlarında zaman baxımından görə nə qədər uzundur ibadət, bitmir. Günün neçə saatını sən oruc halındasan, ibadət halındasan və bu bir ay davam edir. Ona görə də başqa əməllərdə bu nuraniyyət yoxdur, bu qədər deyil. Davamlı olaraq ibadət halında olmaq. Oruçsan da səhərdən axşama qədər. Niyyət eləmirsən, qürbətən Allah rızası üçün oruç tuturam və səlam. Sənin hər an, gün neçə saat ərzində, başqa vaxt necə ola bilər ki, bu qədər uzun müddətli ibadət halında olmaq? İbadət halında olmaq da vaniyyət gətirir də insana.